Dişi lepistes balığı niyə ölür? Su temperaturumuzda və yaxud da aparaturalarımızda o zaman yorğun düşürlər, bir çoxları balalarını dünyaya gətirənmir və həyatlarını itirir. Herkese salamlar. Yeni videomuza hoş gelirsiniz. Bugünkü videomuzun mövzusu dişi lepistes balığı niyə ölür? Çoğu zaman videolarımda balıqlarımızın nə səbəbdən öldükləri haqqında məlumat verirəm. Lakin hər səfərində problemi öz akvariumumuzda axtarırıq. Filtrimizdə, su temperaturumuzda və yaxud da aparaturalarımızda. Bəlkə problem bizdə deyil də balığı aldığımız yerdədir. Bu zaman nə etməliyik? Əsasən də lepistes balıqları cavan yaşda hamilə qalırlar və balalayırlar. Bu zaman yorğun düşürlər, bir çoxları balalarını dünyaya gətirənmir və həyatlarını itirir. Özəl tur balıq almaq istəyirsiniz. Yaxınınızda hobici yoxdur. Sadəcə zoomağazalar var. Zoomağazalarda da dişilərimiz cavan yaşda hamilə qalır. Nə etməliyəm? Bu zaman əgər zoomağazadakı balıq cavandırsa, olabildiğince kiçik yaşda olanını seçməlisiniz ki, hamilə qalma ihtimalı minimal insin. Yəni hamilə olmasın. Nə qədər kiçik yaşda dişi seçsəniz, sizin üçün o qədər yaxşıdır. Olabildiğince kiçik bir dişini seçin və evinizə gətirin. Unutmayın ki, onun hələ də hamilə olma ehtimalı var. Bu səbəbdən 24-26 dərəcə su aralığında bəslənməsi ən ideal olacaqdır. İlərləyən zamanlarda dişi ilə erkəkləri ayırmağınız ən doğru seçim olacaqdır ki, erkək dişini qovalayıb, yorub, yorğun salmasın. Daha sonrasında qidalanmaya da diqqət yetirməliyik. Qidalanma olaraq yüksək proteinli qidalar qəbul etməlidir ki, dişimiz güclənsin və qüvvətlənsin doğuma qədər. Bu zaman nə verə bilərik? Canlı yemlərlə dəstək verə bilərik. Əgər əlinizdə canlı yem yoxdursa, ən yaxın alternativ yumurta sarısıdır. Yumurta sarısı verərək dişilərimizi gücləndirə bilərik. Həmçinin sarımsağın suyuna günlük verdiyimiz yemləri batırıb verərək də immunitet sistemini gücləndirmiş olacağıq. Bununla yanaşı bahalı olmağa bir yana tanınmış firmaların yemlərini istifadə etməyimiz ən doğru seçim olacaqdır. Ara sıra bezelyədir, qaynatılmış ıspanaqdır və bu kimi balıqların yeyə biləcəyi səbzələr də verməliyik ki, dişimiz qəbizlik problemi də yaşamasın. Dişimizi erkəkdən ayırmalıyıq demişdim. Bəs akvariumum kiçikdir, ayıra bilmirəmsə nə etməliyəm? Saxlama qabında dişini bir müddət saxlaya bilərik yaz ayıdırsa. Və yaxud da dişilərimizi 20-25 gün mərtəbəsində yuvalıqda qonaq edə bilərik ki, bu zaman dişimizi gözəl yemlərlə qidalandırıb gücləndirə bilərik. Mənim akvariumum 100 litrəlik bir akvariumdur. Olduqca da böyük bir yuvalığım var. Bu yuvalıqda da uzun müddət dişi lepisteslərimi saxlaya bilərəm. Bu mövzulara toxunduq, amma unutduğumuz bir mövzu daha var. Dişini alıb gətirdikdən sonra akvariumumuzdakı dekorlar və o akvariumdakı dekorlar və su temperaturu. Pet shoplarda da, yəni zoomağazalarda çoğu vaxtda iç filtre istifadə olunduğunu görürük. İç filtrede dişi balığımızı zaten yormuş olur. O səbəbdən dişi balığı alıb evə gətirdiyimizdə olabildiğince az axıntılı bir akvariumda bəsləməliyik. Nə oksigen sıxıntısı çəkməsin balığımız, nə də ki dalğa səbəbilə yorulmasın. Bu səbəbdən az dalğa verən bir hava verən istifadə edə bilərik və yaxud da şəlalə filtre istifadə etsəniz doğru bir seçim olacaqdır. Akvariumumuzda balıqlarımızın gizlənə biləcəyi dekorlara yer verməliyik. Canlı bitkilər, qayalıqlar və bu kimi balığımızın gizlənə biləcəyi rahat yerlər seçməliyik. Əgər ki balığımız erkəkdən ayrı yaşayırsa, dekorlara o qədər də önəm verməli deyilsiniz, çünki dişimizi yora biləcək bir balıq yox. Bugünkü videomu izlədiyiniz üçün təşəkkür edirəm. Mənə dəstək olmaq məqsədilə kanalıma abunə olub, videoma da like ata bilərsiniz. Özünüzə və canlılarınıza yaxşı baxın. Gələcək videolarda görüşmək ümidilə.